Boş markalı paltaryan müştərinin şikayəti odur ki, qapını açılmır. Bu gördüyünüz qapı ruçkası qırılmışdı. Bax, dəyişdim, düzəldi. Sizin də belə bir probleminiz varsa, qapı gec açılırsa və yaxud da ki, heç açılmırsa, qapı ruçkası qırılıb dəyişilməlidir. Bu boş markalı paltaryanlarda bu qapı ruçkası hamısında xəstəlikdir. Niyə? İndi qulaq asın, göstərirəm. Qırılmağını istəmirsinizsə, bu dediyimi eləyəcəksiniz. Bu videonu dosta tanışa göndərin. Heç olmasa yorumlarda bir dənə sağ ol yazın. Normal bir ustabız olsun istəyirsinizsə, bu qayd eləyin, bu videonun bu yerini qayd eləyin, saxlayın ki, əlinizdə bir dənə usta olsun. Baxın, indi örgədirəm, qapı ruçkası qırılmasın deyə nə edirsiniz? Paltaryanın qapısını bağladın, start verdin, işlədi, qurtardı. Bu ruçkalarda hamı tutur, buradan açır ya da buradan belə açır. Belə olmaz. Bağlıdır, baxın, burada olur dil, bax, buradan açın. Bax, buradan. Qaçdınız. Bu bir ömür qırılmaz. Buradan açanda amma ömrün yarısında qırılacaq yəni. Buradan açın ki, qırılmasın. Özünüzə yaxşı baxın, sağ olun.